İrandan Azərbaycana növbəti dəfə PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində aprelin 6-sında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı vasitəsilə ümumi çəkisi 14 kq 240 qram narkotik İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. İtaliya hökuməti Tehranın Amerika ilə danışıqlarının ikinci raundunun Omanın Romadakı səfirliyində aparılması barədə tələbini rədd edib. Bu barədə məlumatda bildirilib. İtalyanlar danışıqların Romadakı İtaliya hökumətinin nəzarəti altında olan bir yerdə aparılmasını istəyiblər. Bu mənbələrə görə bu məsələ ilə bağlı dörd tərəf arasında məsləhətləşmələr hələ də davam edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai də danışıqların ikinci turunun da Omanda keçiriləcəyini deyib. Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Maskat bu danışıqların 20 aprel şənbə günü keçiriləcək ikinci raundunda da ev sahibliyi etməyə davam etsin. Qeyd edək ki, bundan əvvəl İtaliyada danışıqların Romada keçiriləcəyini təsdiq etmişdi. The Spectator nəşri bildirir ki, İran Amerika ilə nüvə danışıqlarını məruz qalacağı təzyiqləri gecikdirmək və bölgədəki uğursuzluqlarını kompensasiya etmək üçün zaman qazanmaq məqsədi ilə həyata keçirir. Nəşr bildirib ki, Tehran ballistik raketləri və regional fəaliyyətlərini müzakirə etməkdən imtina edərək danışıqları nüvə proqramına yönətmək niyyətindədir. Məlumatda deyilir, İranın məqsədi ya 2015-ci il nüvə sazişini olduğu kimi bərpa etmək, ya da əlavə sanksiyaları və hərbi təhdidləri dayandıran uzun danışıqlar prosesidir. Qeyd edək ki, Hamas, Hizbullah və Husilərin təzyiq altında olması və Suriyada Bəşər Əsədin artıq hakimiyyətdə olmaması ilə Tehranın regional müttəfiqləri əhəmiyyətli itkilər verib. Bu uğursuzluqlara baxmayaraq, İranın bəzi təsir vasitələri hələ də qalmaqdadır və İran zamana özünün ən qiymətli sərvəti kimi baxır.